Ukrayna pilotsuz uçuş aparatları ardıcıl ikinci gecə Moskvaya hücum edib. Bu hücumlar nəticəsində Rusiya paytaxtındakı 4 hava limanında uçuşlar dayandırılıb. Moskvada keçiriləcək və dünya liderlərinin iştirak edəcəyi gözlənilən hərbi parad ərəfəsində hava limanlarının fəaliyyətinin dayandırılması təhlükəsizlik tədbiri kimi tətbiq olunub. Rusiya aviasiya orqanlarının məlumatına görə paytaxtın Vnukovo, Domodedovo və Zhukovski adlı 3 beynəlxalq hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Bu barədə Rosaviatsiyanın mətbuat xidmətinin rəhbəri Artyom Korenyako özünün Telegram kanalında məlumat yayıb. Bu təhlükəsi nəticəsində həmçinin Şeremetyevo hava limanı və Rusiyanın Kalush vilayətində yerləşən Qrabtovo hava limanında da fəaliyyət müvəqqəti dayandırılıb. Agentlik nümayəndəsi bildirib, hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir. Rusiya Müdafiə Nazirliyi Telegram kanalında açıqlayıb ki, Moskvaya doğru buraxılan pilotsuz aparatlar gecə ərzində Rusiyanın müxtəlif bölgələrində vurulmuş ümumilikdə 105 Ukrayna PUA-sı arasında olub. Moskva meri Sergey Sobyanin bildirib ki, ən azı 19 Ukrayna PUA-sı fərqli istiqamətlərdən Moskvaya yaxınlaşıb. Rusiya Təhlükəsizlik Xidmətlərinə yaxınlığı ilə tanınan 3 sosial media platforması Bazarmaş və Sort bildirib ki, bu PUA-lardan biri paytaxtın cənubunda əsas yolların yaxınlığında yerləşən bir yaşayış binasına çırpılıb və pəncərələri sındırıb. Həm onlar, həm də Sobyanin hadisə nəticəsində insan tələfatının olmadığını bildiriblər. Sobyanin qeyd edib ki, hadisələrin baş verdiyi yerlərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir. O, şəhərə aparan əsas magistrallardan birinə qalıqların düşdüyünü bildirib, lakin yaşayış binasının zərər gördüyü barədə məlumat verməyib. RBC xəbər verir ki, hücumlarla əlaqədar Moskvadakı hava limanları da daxil olmaqla ümumilikdə 13 hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Hürqadadan gələn Nesma Airlines avia şirkətinə məxsus təyyarə Sankt-Peterburqda eniş edib, sərnişinlər bildiriblər ki, 10 saatdan çox təyyarədə susuz və yeməksiz qalıblar və yanacaq doldurmaqla bağlı razılıq əldə olunmayıb. Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın cənub-qərbindəki Voronezh vilayətində də azı 18 puan müşahidə edildiyi bildirilib. Ukrayna bildirir ki, bu hücumlarının məqsədi Moskvaya qarşı müharibə səylərində əsas rol oynayan infrastrukturun məhv edilməsidir və bu, Rusiyanın Ukrayna ərazisinə, o cümlədən yaşayış sahələrinə və enerji infrastrukturuna davam edən hücumlarına cavab olaraq həyata keçirilir. Məlumat verilən hücum, Rusiyanın 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərindəki qələbəsini qeyd etdiyi 9 may qələbə günü tədbirlərinin keçirildiyi həftəyə təsadüf edir. Kreml qələbə paradında iştirak etmək üçün xarici qonaqları Moskvaya dəvət edib. Lakin bir çox qərb rəsmisi bu dəvəti rədd edib. Həmçinin Rusiya Prezidenti Vladimir Putin mayın 8-i gecə yarısından mayın 11-i gecə yarısına qədər bir tərəfli şəkildə humanitar atəşkəs elan edib. Ukrayna Prezidenti Volodymyr Zelenski isə bu təklifi teatr tamaşası adlandıraraq Putini beynəlxalq ictimaiyyəti aldatmaqda və gerçək atəşkəs niyyəti olmadan belə bəyanatlar verməkdə ittiham edib. Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük ümumi atəşkəs planını qəbul edib. Lakin Rusiya hələ də hücumlarını davam etdirir. ABŞ bir daha Rusiyanı Ukraynaya qarşı aqressiyanı dayandırmağa və sülh sazişi bağlamağa çağırır. Lakin Kreml bu istiqamətdə atılan istənilən addımları bloklamaqda davam edir. Bildin məlumatına görə qərb siyasi dairələrində yeni və kifayət qədər narahat edici bir şübhə yaranıb. Əgər müharibə başa çatsa, Vladimir Putinin rejimi ciddi daxili siyasi problemlərlə üzləşə bilər. Səbəb isə odur ki, Moskva hələ də öz strateji hərbi hədəflərlə nail olmayıb. Eyni zamanda Rusiyanın hərbi sənaye kompleksi dövlətin böyük maliyyə dəstəyi ilə genişləndirilib. Yüz minlərlə vətəndaş müharibə sayəsində sabit gəlir əldə edir. Bu şərtlər Putinin güzəştə getməsini daha da çətinləşdirir. Sual yaranır. Əgər döyüşlər dayansa, Rusiyanı nə gözləyir? Rusiyalı iqtisadçıların sözlərinə görə, əgər sənaye istehsalının dinamikasını, hərbi sənaye kompleksinin üstünlük təşkil etdiyi sahələri nəzərə almadan qiymətləndirsək, iqtisadiyyatın tənəzzülə doğru keçidindən danışmaq olar. Ölkədə ərzaq emalından tutmuş maşın mühəndisliyinə qədər bir çox sahələrdə istehsal
istehsal azalır. Yalnız müdafiə sənayesi artım göstərir və bu da ümumi tənəzzülü ört-basdır edir. Buna baxmayaraq, Rusiya Mərkəzi Bankının keçmiş əməkdaşı və iqtisadçı Aleksandra Prokopenko hesab edir ki, müharibənin sonu müdafiə sənayesinə zərbə olmayacaq. Məncə, müharibənin sonu silah sənayesinə təsir etməyəcək. Bu say dövlət sifarişləri sayəsində yenə də fəaliyyət göstərəcək deyə o əlavə edib. Prokopenko bu fikrini belə əsaslandırır. Ukraynadakı müharibə səbəbilə xeyli azalan və ya tam tükənmiş arsenal yenidən doldurulmalıdır. Müdafiə müəssisələri istehsal güclərini artırmaq sərmayə qoyub, çünki yüksək tələbatın davam edəcəyini gözləyirdilər. Mən düşünmürəm ki, belə genişlənmiş hərbi sənaye kompleksi yenidən kiçiləcək. Rusiyanın əsas rəqibləri NATO və AY ölkələri də hərbi xərclərin artırılmasını müzakirə edirlər. Belə bir şəraitdə müdafiə xərclərini azaltmaq Putin üçün siyasi baxımdan qəbul edilməz olar. Digər bir potensial sabitlik təhdidi isə cəbhədən qayıdan hərbçilər ola bilər. Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Margaret Crane xəbərdarlıq edir. Döyüşlər başa çatdıqdan sonra geri qayıdan veteranlarla necə davranılacağı Putini çətin vəziyyətə sala bilər. Ekspertin fikrincə əsas problem maddədir. Cəbhəyə könüllü gedənlər, müqaviləli əsgərlər və ya müxtəlif könüllü birləşmələrin döyüşçüləri müharibə dövründə orta əmək haqqından dəfələrlə çox qazanıblar. Bu maaşların artımı ilə yanaşı bəzən 40 min avronu keçən bir dəfəlik cəlb etmə bonusları ilə də bağlıdır, deyə ekspert deyib. O insanların çoxu adətən zorakı və psixoloji travmalı aşağı həyat səviyyəsinə malik bölgələrə qayıdacaq. Əgər dövlət onlara layiqli gələcək təmin etməsə, bu sosial gərginliyə və zorakılığın artmasına səbəb ola bilər. Rusiyanın geniş miqyaslı işğalından sonra zorakılıq cinayətləri artıb.